İnsanlar yalnız qorxduğu üçün susmurlar. İnsanları susturmaq üçün qorxu kifayət deyil. Qorxu nə qədərsə təsir edə bilər. Belə təsəvvür edək. Meydanda 1000 nəfər var. Misal üçün, hamı narahatdır. Amma heç kim danışmır. Nəticədə hər kəs belə fikirləşir ki, yəqin problem məndədir. Yəni çünki bu artıq keçdi kütlə psixologiyasına. Halbuki o insanların 1000-i də eyni şeyi düşünə bilər. Bunu Elizabeth Alman siyasi alimi belə analiz etmişdi ki, onu spiral adlandırırdı. Sükut spiralı. İnsanlar tək qalmaqdan qorxduğuna görə öz fikirlərini gizlədə bilərlər. İnsanlar bəzən tək qalmaqdan təcrid olunmağı səhv salır. İnsan yalnız bir fərddən ibarət deyil. İnsan bir sosial varlıqdır. Ona görə də insan həmişə bu təcrid olmaqdan çox qorxur. Təcrid olmaq onun üçün fəlakətli bir şeyə çevrilir ki, yəni mən təcrid olsam, yəni sürüdən arxada qalaram, məni yeyərlər. Belə qorxular olur. İnstinktiv olaraq keçmişdə necə olubsa elə. Bu gün də ondan qorxur insan. Psixologiyada belə bir şey var da, deyir ki, fərd yalnız bir bədən deyil. Onun şəxsiyyəti var, xatirələri var, misal üçün deyirəm, dəyərləri var, qorxuları var, inancları var, təcrübəsi, nə bilim, sosial kimliyi var. İnsan qərar verəndə həmin belə deyək də, fərd qərar verəndə bütün bunlara təsir edir deyə o fərdi qərar verəndə öz qərarlarını daha çox analiz edir və daha yaxşı qərarlar almağa çalışır. Psixologiyada da ən böyük suallardan biri budur ki, yəni bir insan başqa insanların mövcudluğunda niyə axı belə deyim də, hər dəfə başqa cürə davranışlar göstərə bilir. Evdə başqa, işdə başqa, dostunun yanında bir başqa. Böyük izdiham içində nə bilim futbol meydançasında olsun. Orada bir başqa davrana bilir. Çünki sosial mühitin insan davranışlarına təsir edir. Sosial mühit həmin insanın bütün insanların davranışlarına belə deyim təsir edə bilir. İnsanlar fiziki olaraq bir ölkədə yaşaya bilərlər. Çox 10 milyonlar yaşaya bilərlər. Yəni bu cəmiyyət demək deyil. Heç bunlar kütlə də deyil. Azərbaycanda heç kütlə də yoxdur. Dərd orasındadır ki, kütlə də yoxdur. Ona görə atomlaşmadan danışmalıyıq. Sizdə bu qumu götürürsünüz əlinizə. Əlinizdə minlərlə qum dənəsi var da. Amma onlar bir-birinə bağlı deyil. Azərbaycanda da bu günləri odur. O baş verir. Azərbaycanda bilirsiniz, problem insanın özünün fərd olması deyil bugün Azərbaycanda. Belə deyim də, fərdin təcrid olunması prosesi gedir. Yəni fərd artıq təcrid olunub. Fərd artıq özü fərd deyil. Çünki fərd olanda o qərarlar ala bilir. O düşünə bilir. Mənim öz fikrim var deyə bilir. Bundan öncə izah etdiyimiz kimi. Siyasətdə fərd, kütlə və cəmiyyət bunlar həqiqətən də çox vacib şeydir. Bunları biz öyrənməliyik. Çünki bunları bilməsək, bunların təsirini bilməsək, bunların bizə olan təsirini bilməsək, biz uduzarıq. Kütlə o vaxtı belə deyim, maraqlı psixoloji hadisəyə çevrilir ki, insanlar arasında ortaq belə deyim bir hadisə baş verir. Misal üçün biz burada dururuq, indi biz danışırıq. Bax bu kütlədir buradakı insanlar. Buna daxildir mitinq, nə bilim, stadion, konsert, kütləvi bayram falan. Bunlar, bəli, burada insanlar artıq kütləyə çevrilir. Sosial medianın özü kütlə deməkdir. İnsanlar burada kütlə ola bilirlər. Çünki ortaq baxış bucağa eynidir. Və yaxud da hansısa bir iş ətrafında birləşmişik. Yəni insanlar deyir ki, mən tək deyiləm, burada bunlarla eyni şeyi hiss edirəm. Belə deyək də, bu çox insanlara daha çox belə deyim, kütlə olmaq insanlara daha çox belə deyim də, özünə güvən qatır.
Amma kütlə psixologiyası artıq bu tam başqa şeydir. Müasir, belə deyək, sosial psixologiyada kütlə sadəcə misal üçün ağlını itirmiş, nə bilim, insanlar toplusu falan, deyil. Yəni bu deyirlər ki, misal üçün qırırlar, dağıdırlar, onlara da kütlə deyirlər. Deyirlər ki, bir kütlə insan gəldi. Təkcə onlar deyil. Əslində insanların davranışları, yəni qrup kimliyinin və qrup normalarının təsiri altında, nə qədər, dəyişir. İnsan necə dəyişir? Dəyişə bilirmi? Bəli, dəyişir. Bunu yaxşı tərəfinə də dəyişə bilər, pis tərəfinə də dəyişə bilər. Pis kütləyə qoşulanda insan pislik edir, yaxşı kütləyə qoşulanda da insan yaxşılıq edir. Kütlənin içində olanda bu şəxsi məsuliyyətini artıq geriyə qoyur. Bu artıq burada şəxs olaraq məsuliyyət daşımadığını hiss edir. Kütləyə daxil olanda öz beynini söndürür, belə deyək. O artıq o kütlənin içində, belə özünü, eee, artıq o böyük bir şeyin kiçik bir elementi kimi hiss edir. Yəni nə orada, sual vermir daha, biz kimik, eee, biz nəyi edirik falan. Artıq beyin bunların hamısını bağlayır. Biz necə davranmalıyıq falan, elə şeylərə artıq cavab vermir. Çünki məsuliyyət hiss eləmir. Çünki məsuliyyət tək bunun deyil deyə, artıq məsuliyyəti atır həmin böyük kütlənin üzərinə. Təcrid olunmuş bir fərd niyə axı? Baxın, misal üçün bir fərd niyə zəifləyir? Siyasi baxımdan. Deyək ki, bir müəllim hansısa bir problemi görür də, amma o düşünür ki, mən təkəm. Sahibkar da onu kimi. Problemi görür, düşünür ki, ay təkcə mənə lazımdır bu və yaxud da təkcə mənim başıma gəlir. Hamının başına gəlir. Başa düşürsüz? Belə fikirləşirlər. Hansısa bir misal üçün sahibkarı döyür, əlindən nəyini salırlar, deyirlər təkcə mənim başıma gəlmir, filan kəsin də başına gəlir. Və yaxud da etiraz eləmək lazımdır, etiraz eləmir, deyir tək mən deyiləm, filan kəsdən də alıblar. Başa düşürsüz? Bir tələbə narazıdır, düşünür ki, ay mən indi nəsə deyəcəm, başıma nələr gətirəcəklər, universitetdən atacaqlar və s. Görür ki, başqaları razıdır. Başa düşürsünüzmü? Problem orada. Amma minlərlə insan eyni şeyi düşünür. Sadəcə bir-birinə belə deyim də, bir-birindən xəbəri yoxdur. Mən də ona görə deyirəm ki, bunları bir-birindən xəbərdar eləmək üçün insanları bir-birindən xəbərdar onlara platforma vermək lazımdır. Onlara danışmağa yer vermək lazımdır. Çünki Azərbaycanda artıq insanlar bir-biri ilə də danışmağı belə deyim də, qonşu ilə danışmır artıq. O vəziyyətə gətiriblər Azərbaycanı. Çünki artıq insanlar bir-birini tanımır. Bir-birindən xəbərsizdirlər. Ortaq belə deyim problemi fərdi problem kimi insanlar yaşayır. Başa düşürsüz? Amma problem ortaqdır. Elə yaşayırlar ki, sanki fərdi problemidir bu insanların. Ortaq belə deyim problemi fərdi problem kimi insanlar yaşayır. Başa düşürsüz? Amma problem ortaqdır. Elə yaşayırlar ki, sanki fərdi problemidir bu insanların. Özünü tək hesab edir insan. Digərdə o da özünü tək hesab edir. Çünki qonşu ikisi də özünü tək hesab edir. Üçüncü də elədir. Beləcə milyonlar belə deyim də artıq fərdə çevrilir. İnsanlar bir-birinə baxanda sağlam cəmiyyətdə deyir, mənim hüququm olduğu kimi sənin də hüququn var. Başa düşürsüz? Bunu bilməlidir. Sən mənim fikrimi bəyənməyə bilərsən və yaxud da mən sənin fikrini bəyənməyə bilərəm. Amma sənin hüququn, sənin fikrini söyləmə hüququn var. Mən bu hüququ qəbul etməliyəm. Onda yaranır cəmiyyət. Biz ondan çəkinməliyik. Bizi qoymamalıyıq ki, bizi təcrid eləsinlər. İlham Əliyev bugün Azərbaycan xalqını təcrid eləyib. Ona görə də biz bacarıb bunu geriyə qaytarmalıyıq. Baxın, əziz Azərbaycan xalqı, baxın, biz böyük bir cəmiyyətə çevrilə bilmərik. Heç bir, nə bilim, hərəkatın, partiyanın ətrafında birləşərək Azərbaycandakı problemləri həll edə bilmərik. Bunu qəbul eləmək lazımdır. Çünki partiyanın ola bilsin, lideri sənin xoşuna gəlməyə bilər. Ola bilsin ki, başqa partiyanın, nə bilim, görüşləri sənin üçün daha əsbəldir və s. 50 min dənə buna şey tapmaq olar ki, mən bəyənmirəm, o partiyada filan kəs var və yaxud da ofisi filan yerdədir. Bizdə Azərbaycanda bu belədir.
və yaxud da hansısa ölkədən kənarda yaradılmış geydirmə şeylərlə falan belə hökumət belə şeylərlə dəyişmir. Bu cəmiyyəti aldatmaqdır. Bu cəmiyyəti yuxuya verməkdir. Bu cəmiyyəti bilirsiniz nədir? Daha geriyə atmaqdır. Kütlə olmaq güc yarada bilər. Amma kütlə olmaq cəmiyyət olmaq demək deyil. Cəmiyyət olmaq üçün bilirsiniz etimad, təşkilatlanma, qanun, institutlar, belə deyim də, qarşılıqlı bir-birinə məsuliyyət, fərdi fikirliyə dözümlülük lazımdır. Bunlardan başqa bizim çıxış yolumuz yoxdur. Ona görə sizə kim deyirsə ki, filan şey belədir, gəlirik, donuzu darıdan çıxardırıq, dəmir yumuruq, nə bilim, qılça falan. İlham Əliyev sizi evinizdə fərqləşdirir. Belə deyim, Azərbaycanda. Avropada olanlar, ölkədə dəyişiklik istəyənlər, bir belə deyim, dənizdə damcı qədərik. Bilirsiniz, düşən bir damla qədərik, bir damla. Onu da hansısa populistlər Avropada, hansısa nə bilim, belə deyim, monopolistlər o insanları qoymurlar ki, daha çox insanları ayırdalar. Çünki kütləni dağıtmaq mümkündür. Amma cəmiyyəti dağıtmaq mümkün deyil. Kütlə cəmiyyət olanda, misal üçün, da bir-birindən davamlı əlaqədə olurlar insanlar. Təşkilatlanırlar. Bu o deməkdir ki, deyil ki, gecə gedin, nə bilim, gizlin təşkilatlanın falan, yox. Həm hansısa peşə birliklərində iştirak eləyirlər. Məhəllədəki hansısa problemi həll eləyirlər. Bir yerdə otururlar, danışırlar, məhəllənin problemlərindən danışırlar. Nəsə bir iş görməyə təşəbbüs eləyirlər, yəni cəm şəklində. Bir-birinin hüququnu müdafiə eləyirlər, hüquqdan danışırlar. Yəni fərqli düşünə-düşünə birlikdə yaşamağa öyrənirlər. Cəmiyyət belə yaranır. Cəmiyyətdə heç kim, belə deyək də, hamı eyni düşünmür. Sağlam cəmiyyətdə hamı eyni düşünərsə, o cəmiyyət ola bilməz. Sağlam cəmiyyətdə hamı eyni fikirdədirsə, deməli o sağlam cəmiyyət deyil. Kişi, cəmiyyətin içində sağçısı da olacaq, nə bilim, solçusu da olacaq, mühafizəkar da olacaq, liberal da olacaq, nə bilim, başqa-başqa fikirli insanlar.